Salam aleykum. Bu günlərim aldığım məhsulu sarıköç suyunun inşallah sizə dadım testini eləyəcəm. Yəni həm faydaları haqqında danışacağam. Xüsusən də iltihablaşma, qaraciyəri təmizləyir, sümük oynaq, onkologiya, ürəyin fəaliyyətini yaxşılaşdırır. Gördüyünüz belə bir məhsuldur. Birinci belə bir qablaşmadadır, gözəl bir qablaşmada. İçində kağızı var. Oxuyursunuz necə çeşidlədir, nə haqqındadır məhsulumuz. Xüsusən də qaraciyər xəstəliyinə əziyyət çəkənlər üçün bir nömrədir inşallah. Ünvanımızda bəli satışda var. Mən də istədim ilk bunu çəkilişimdə sizlər üçün dadım testi eləyim, yəni paylaşam. Gördüyünüz kimi baxın, burada 30 millik belə bir dənə bunun ölçü qabıdır. Bu 6 kiloqram siveji zəncəfildən hazırlanıb, sarıkökdən hazırlanıb. Bildiyiniz kimi birinci bunu belə qarışdırırıq. Qəşəng qablaşması var həqiqətən də məhsulun. Qablaşması nə qədər gözəl olduqda keyfiyyəti də bilinir. İndi açaq, baxaq görək necə məhsuldur. Bismillah. Yəni yaxından çəkin məhsulumuzu göstərin zəhmət olmasa. Belə bir məhsuldur. Sarıkökün qoxusu həddindən artıq gözəl gəlir də, yəni onu deyə bilərəm. Bax süzürük, belə gördüyünüz kimi, belə bir qablaşma. 30 milli bunun ölçüsüdür. 2 xörək qaşığı, bax belə bir gördüyünüz məhsulu süzdük. Qatı şəkildədir, qatı şəkildədir. Çox qəşəng də iyi gəlir. 100 milli belə sudur. Suyun içinə qatırıq. Suyun içinə qatırıq. İndi bunun dadına baxacaq inşallah. Bunu qarışdırırıq. Çox qəşəng iyi gəlir. Həqiqətən də səbirsizliklə bir dənə dadına baxaq. Sarıkökün dadı elə bir ki, təzə siveji sarıkökü çıxartmısan, belə deyək də bağdan, onu yeyirsən. Çox qəşəng. Dadı da çox gözəldir. Faydası da həddindən artıq çoxdur. Yəni mən belə gözləmirdim də. O qədər qəşəng iyi, o qədər gözəl iyi gəlir ki, 6 kiloqram bütün bədəndəki iltihablaşmanı götürür. Yenidən deyirəm, ürəyin fəaliyyətini yaxşılaşdırır, sümük oynaq üçün mükəmməldir, onkologiyanın riskini azaldır. Bizim ünvandan da yaxınlaşıb əldə edə bilərsiniz. Super.